Deməli, xoş gördük bir daha hər birinizi dəyərli həmkarlar. Bu günləri inşallah iqlim bölməsinin testlərinə baxacağıq. Vaxt itirmədən başlamaq istəyirəm. Mən testləri qrupa yönləndirəcəm bir-bir. Siz də doğru cavabı tapıb cavabları qeyd edəcəksiniz. Başladıq ilk sualdan. Buyurun, birinci sual. Başladıq birinci sualdan. Buyurun. Hadi yoldaşlar. Hər vaxtınız xeyir olsun. Salam. Sualı böyüdürəm və izahını verirəm. Deyir, düzgün qruplaşdırın. Biz görürük ki, bir də subtropikin bərabər rütubətlisidir. Cənubi Amerikada subtropikin qərbində Aralıq dənizi, mərkəzində kontinental, şərqində bərabər rütubətlidir. İkinci, Afrikada olan ərazidir və həmin ərazi subekvatoriala uyğun gəlir. Həmin ərazi əslində ekvatorialın trayektoriyasına uyğun gəlir. Amma həmin ərazidə ekvatorial tam zolaq əmələ gətirmədiyi üçün orada subekvatorial öz hökmranlığını sürdürür. Üçüncü, Avustraliyanın cənub hissəsi subtropik iqlim quşağıdır. Perth şəhəri cənub-qərbdə Aralıq dənizi, nollar var düzənliyi, kontinental, şərq hissə isə bərabər rütubətlidir. Dördüncüdə isə mülayim iqlim quşağının çərçivəsinə uyğun gəlir. Mülayim iqlim quşağının Avropada mülayim dəniz və Ural dağlarına qədər olan hissəsində mülayim kontinental, qərbi Sibir ovalığı, Orta Sibir yaylası kəskin kontinentala uyğun gəldiyindən 4D variantına uyğun gəlir. Doğru cavab 1də D variantı. Yaxşı yoldaşlar. Keçdik ikinci sual atıram. Diqqətli olun. Deməli D variantı yazanlar doğru qeyd eləyiblər. İkinci sualımız belədir. Bir saniyə. İkinci sualımız sadə sualdır. Yayda ekvatorial, qışda tropik hava kütlələrinin üstünlük təşkil etdiyi yarımadalar. Buyurun. Yayda ekvatorial, qışda tropik hava kütlələrinin üstünlük təşkil etdiyi yarımadaları istəyir bizdən. Və biz bilməliyik ki, söhbət subekvatorial iqlim quşağından gedir. Və subekvatorial iqlim quşağından getdiyinə görə burada doğru cavab kimi Arnhem, Lent və Hindistan yarımadası olacaq. Arnhem, Lent cənubun subekvatorialı, Hindistan isə şimalın subekvatorialı. Balkan yarımadası subtropikin Aralıq dənizi iqlim tipidir. Krım yarımadası ümumiyyətlə olmaz. Kiçik Asiya yarımadası olmaz. Kaliforniya olmaz. Doğru cavab B variantı. B variantı yazanlara isə əhsən. Gəldi üçüncü suala baxırıq. Üçüncü sual artıq qrupdadır. Buyurun. Buxarlanma göstəricisi və mümkün buxarlanmanın yüksək olduğu ərazilər. Buxarlanma göstəricisi deyəndə nə başa düşülür? Onu diqqət eləməlisiniz. Buxarlanma göstəricisi və mümkün buxarlanmanın üstün olduğu ərazilər. Buxarlanma göstəricisi və mümkün buxarlanmanın üstün olduğu ərazilər istəyir bizdən.
Və biz burada buxarlanma göstəricisi deyəndə orada buxarlanma qabiliyyəti olmalı idi. Səhv gedibdi. Buxarlanma qabiliyyəti və ya mümkün buxarlanma olmalı idi. Ona görə doğru cavab olur E bəndə. Ümumiyyətlə səhralarda buxarlanma qabiliyyəti və mümkün buxarlanma daha yüksək olur. Aydındır? Buxarlanma qabiliyyəti və ya mümkün buxarlanma daha yüksək olacaq. Bunu yadda saxlamağınızı istəyirəm sizdən. Getdik 4-cü sual atıram qrupa. 4-cü sual necədir? Görək hələ. Gözləyin, səbirli olun. 4-cü sual qrafikdir. Buyurun. İqlim diaqramının aid olduğu ərazinin xüsusiyyətlərini seçin istəyir sizdən. Buyurun. Dokuz 22-yə xüsusi diqqət eləyəcəksiniz. Mən demişdim nə etmək lazımdır. 922 nədir? 922-nin nə olmağını mən sizə demişdim. 931, 604, 341, 920, 981 falan bu hissələr belə. Bəli, həmkarlar, bəli. Söhbət C variantından gedir. C variantın yoldaşlar üçün oxuyuram. Diqqət eləyin, zəhmət olmasa. Deyir ki, iqlim diaqramına aid olduğu ərazini müəyyən edin. Baxın, birinci parabola özü yuxarıdırsa mən qeyd etmişəm ki, bu şimal yarımkürəsində yerləşməsini yay aylarında, yəni havanın temperaturunun yüksək olmasından bildik. İkinci, yay aylarında görürsünüz, yağıntı aşağı olur. Deməli, yay aylarında tropik hava kütlələri daxil olur. Və yağıntılar əsasən ilin soyuq dövründə düşür. Şimal yarımkürəsinin ilin soyuq dövrü hansı aylardır? Dekabr, yanvar, fevral aylarında. Yəni, burada söhbət Aralıq dənizi iqlim tipindən gedir. Aralıq dəniz iqlim tipindən. Və biz yadınızdadsa demişdik ki, Aralıq dəniz iqlim tipində qış aylarında havanın temperaturu mənfiyə düşmür. Doğru cavab bəli, C variantıdır. Subtropikin Aralıq dəniz iqlim tipi. Və 5-ci suala gəlirik. Kimsə gəldi, qəbul eləyək. 5-ci sualımızı atıram qrupa, zəhmət olmasa. Baxın, gəldi qrupa. Verilən aylarda hansı şəhərlərdə daha çox yağıntı düşür? Diqqət olun. Diqqətli olun. Qəşəng sual. Son 30 saniye. Söhbət doğru cavabdır. B variantından gedir. Deyin görək niyə? Çünki deyir verilən aylardan hansı şəhərlərdə daha çox yağıntı düşür? Yanvar ayında Bakıda, Tunisdə, Bakının böyük hissəsi Azərbaycanın çox hissəsi subtropik iqlim uşağında yerləşdiyindən subtropik keçid, yayda tropikin, qışda mülayimin təsirinə məruz qalır. Ona görə yağıntıların çoxu qış aylarında. Həmçinin də Tunis Aralıq dəniz iqlim tipi. İyun ayı şimalın subekvatorialında yerləşən Şanxay və Dehli şəhərləri bir tərəfdən də musson küləkləri burada yağıntının çox düşməsinə gətirib çıxaracaq. Doğru cavab B variantı düzgündür. Əksəriyyət də B variantı yazıbdır. Ona görə düzgün cavab kimi qəbul etmək olar. Keçdik növbəti sual atıram qrupa. Bu 5-ci sual idi, düzdür? Bu 5-ci sual idi. Bir saniye. Gözləyin, səbirli olun. 6-cı sual gəlir.
Rekreasiya mərhələsində baş verə biləcək dəyişiklikləri ardıcıllıqla yazın. Qəşəng bir sual. Buyurun. Rekreasiya var, transgresiya var. Transgresiya dəniz mərhələsidir. Rekreasiya nə olacaq? Quru mərhələsi. Son 10 saniyə həmkarlar izahını vermək lazımdır. Buyurun. Kifayət qədər çətin sualdır. Deməli izah eləyirəm. Suala gəlin bir dənə görünsün. Deyir, rekreasiya mərhələsində baş verə biləcək dəyişiklikləri ardıcıllıqla yazın. Deməli, baxın, dağ-əmələ gəlmə prosesləri nəticəsində qurunun sahəsi nə olur? Genişlənir. Quru sahə genişlənirsə, yer səthinin əks etdirmə qabiliyyəti nə olacaq? Hə? Nə olacaq? Artacaq, azalacaq? Yazın görək. Artacaq, bəli. Daha sonra səth örtüyü başlayacaq soymağa. Nəyə görə? Su sahəsi yoxdur, axı su istiliyi udurdu. Deməli, Y, B, D. Gələk suala. Y, B, D. Sonra su səth örtüyü soyudu. Səth örtüyü soyudusa iqlim soyuqlaşdı. İqlim soyuqlaşdığı üçün soyuğa davamlı orqanizmlərin inkişafı, isti və rütubətsevər orqanizmlərin məhv olması başlayacaq və nəticədə buzların, duz, qum çöküntülərin yaranması yaranacaq. Deməli, bir də deyirəm, dağ-əmələ gəlmə prosesləri nəticəsində qurun sahəsi böyüdü. Qurun sahəsi böyüdü, əks etdirmə qabiliyyəti artdı. Daha sonra səth örtüyü soymağa başladı. Daha sonra iqlim soyuqlaşmağa başladı. Daha sonra soyuğa davamlı orqanizmlər, daha sonra buzların, duz, qum çöküntülərinin yaranması. Aydın olduğu həmkarlar, bax, bu da beləncik. Növbəti sual, neçən sual olacaq bilmədim, tapacam. Deməli, 6-cı sual, təşəkkür edirəm. Müəllimə, yazmayın. 7-ci sual atıram, bildim. Bir nəfər yazsa kifayətdir. Buyurun. İl boyu rütubətli iqlimin müəyyən nətər? İl boyu rütubətli iqlim hakim olan ərazini seçin. İl boyu rütubətli iqlim olan ərazini seçin. Bəli, il boyu rütubətli iqlim olan ərazi, əlbəttə sxemə baxsaq görərik ki, ekvatorial ərazidir. Tamamilə doğrudur. Hər birinizə əhsən. 8-ci suala baxırıq. Diqqətli olun, 8-ci suala baxırıq. 8-ci sual gəlir. 8-ci sual artıq qrupdadır. Səkkinci suala baxırıq. Səkkinci sualda deyir, bərabər rütubətlənən subtropik iqlim hansı ərazilərdə müşahidə olunur? Maraqlı suallar silsiləsindəndir. Bəli, söhbət C variantından gedir.
Bərabər rütbətli subtropik yalnız cənub yarımkürəsində, şimal materiklərin cənub-qərbində olmaz, Afrikanın şimal-şərqində olmaz, cənub materiklərin cənub-şərqində olar. Məsələn, Cənubi Amerikanın subtropik iqlim quşağında şərqdə, Afrikanın cənub-şərqində, Avstraliyanın cənub-şərqində. Düzgündür. Aydın oldu. Düzdür, C variantı. 9-cu suala baxırıq. İl boyu isti, yay rütubətli, qışı, quraq olan iqlim qurşağı hansıdır? Asan sual. Diqqətli olun, zəhmət olmasa. Səhv eləmək şansınız yoxdur, dəyərli həmkarlar. Söhbət, baxaq. İl boyu isti, yayı rütubətli, qışı quraq. Söhbət subekvatorialdan gedir, düzgündür, B variantı. Niyə? Çünki yayda ekvatorial təsir göstərir. Yayı isti rütubətli, qışda tropik təsir göstərir. Yayı, qışı isti quru. Yəni yayı da, qışı da istidir. Subekvatorialda 2 fəsil müşahidə olunur. Doğru cavabdır. Növbət sual 10-cu sualdır. Pambıqçılığın becərildiyi əsas iqlim qurşaqlarından söhbət gedir. Buyurun. Sualı bir dənə görsünlər deyə mən bir dənə beləncə eləyirəm. Pambıqçılığın becərildiyi əsas iqlim qurşaqları. Pambıqçılıq üçün əlbəttə ki, isti quru iqlim şəraiti lazımdır. Ona görə pambıqçılıq D variantında olan iqlim qurşaqlarında, tropik və subtropik iqlim qurşaqlarında olacaq. Təbii ki, subtropikin hər yerində yox, lazım olan iqlim tiplərində. 11-ci suala gəldik. Buyurun. Aşağıda göstərilən iqlim qrafiki hansı ərazi üçün səciyyəvdir? Yay temperaturuna diqqət eləyin demişəm. Yay temperaturu 8-10 dərəcəyə qədər harda qalxırdı? Əlbəttə, subarktik. Subarktikdə 8-10 dərəcəyə qədər qalxırdı, arktikdə 4-5 dərəcəyə qədər qalxırdı. Parabola üzü yuxarı olduğuna görə deməli bu şimal yarımkürəsidir. Bunu da diqqətinizdə saxlayın. Aydın oldu, hamı düz yazıb, əhsən həqiqətən. 12-ci sual atdım, qrupa baxaq. Alisovun iqlim təsnifatında Aralıq dənizi sahilində yerləşməsə də, Aralıq dənizi iqlim tipinin müşahidə olunduğu məntəqələri soruşur bizdən. Maraqlı cavablar var. A niyə olsun? A niyə olsun? Diqqət. A niyə olsun? Söhbət burada D variantından gedir. Avstraliyanın cənub-qərb hissəsində Aralıq dənizidir. Çili sahillərində Aralıq dənizidir. Kaliforniya yox. Yox. Heç baxmıram buna. Diqqətli olun. Avstraliyanın qərb sahillərində. Bir dəqiqə, bu nədir? Bir dəqiqə zəhmət olmasa. Bu niyə belə oldu ki? Bir dənə baxım suala zəhmət olmasa. Deməli deyir ki, Alisovun iqlim təsnifatında Aralıq dənizi sahilində yerləşməsə də, amma Aralıq dənizi iqlim tipi müşahidə olunduğu Avstraliyanın cənub-qərbi, Çili sahilləri, Kaliforniya. Kaliforniya özü tropikin kontinentalına düşür. Amma ola bilər xırda bir nöqsan olubdur. Kaliforniyanın şimal hissəsindədir. Kaliforniya yarımadasının şimal hissəsidir. Cavab D kimi götürmək olar. Amma E variantı qəti düz gəlmir axı. Avstraliyanın qərbi, Avstraliyanın tam qərbində tropikdir. Olmaz. Aydın oldu.
Aha. Yaxşı, növbəti suala ataq, dəyərli həmkarlar. Deməli, gözləyin bir saniyə, 13-cü suala atırıq. On üçüncü sual qrupdadır, buyurun. Sxemə əsasən iqlim kontinentallığının azalma ardıcıllığını seçin. Azalma ardıcıllığı necədir? Kontinentallığın azalma ardıcıllığı. Qəşəng. İqlim kontinentallığının azalma ardıcıllığı. Çoxdan aza doğru. Deməli, baxırıq, E yazıbsınız 4-də, 3-də, 2-də, 1-də. İqlim kontinentallığının azalma ardıcıllığı, bəli. 4-də, 3-də, 2-də, 1-də. Düzgün, dəqiq, qərəzsiz. Sonra, növbəti sual. On dördüncü sualdır. Hazırdır qrupda sual. Avrasiyada qərbdən şərqə doğru tundra zonasının genişlənməsinin səbəbi. Nəyə görə Avrasiyada qərbdən şərqə doğru tundra zonası genişlənir? Onu istəyir bizdən. O yazıblar ki, maşallah hamısı. Qəşəng. Çünki iqlim kontinentallaşır qərbdən şərqə doğru. Mülayim dəniz 931, mülayim kontinental 604, kəskin kontinental 341. Avrasiyada qərbdən şərqə doğru tundra zonasının genişlənməsinin səbəbi kontinentallığın artması, ona görə yağıntının azalması və s. 15-ci test tapşırığına baxırıq. Düzgün ifadələri müəyyən edin. Buyurun, tələsməyin. Hadi yoldaşlar. Təbii və birmənalı şəkildə sualı oxuyuram. Düzgün ifadəni müəyyən edin. Günəşin zenit vəziyyəti ilə əlaqədar olaraq hava kütlələri yayda ekvatordan qütblərə doğru, qışda qütblərdən ekvatora doğru hərəkət edir. 1. 3. Mülayim hava kütlələri il boyu mülayim iqlim quşağında, yayda subarktik, subantarktikdə, qışda isə subtropik iqlim quşağına təsir göstərir. 4. Yağıntıların miqdarının buxarlanma qabiliyyətinə olan nisbəti rütubətlənmə əmsalı adlanır. Bəzən yoldaşlar onu qarışdırırlar ki, yağıntıların miqdarının mümkün buxarlanma yox. Buxarlanmaya olan nisbəti xeyr. Buxarlanma qabiliyyətinə 1-3-4. Doğru cavab E variantıdır. Hamı da düz yazıbdır. 16-cı sual gəldi qrupa. Buyurun. Deməli, 16-cı sualda deyir, iqlim diaqramı hansı əraziyə aiddir? Baxırıq ki, parabola şimal yarımkürəsini göstərir və şimal yarımkürəsində yay aylarında yağıntının miqdarı çoxdursa, deməli bu şimalın subekvatoriyalıdır. Şimalın subekvatoriyalı burada Orinoco-Guyana yaylası olan hissəyə uyğun gəlir. 4 E variant. İyiydi, nə idi? Hə, odur. Keçdik, 17-ci sual gəlir.
Azərbaycanda mövsümlər üzrə hava şəraitinin əhəmiyyətli dərəcədə dəyişməsinin səbəbi. Nə sürətlə yazırsınız, maşallah olsun. Əlbəttə, Azərbaycanın 65% subtropik iqlim quşağında, 35% mülayim iqlim quşağında yerləşir. Azərbaycanın çox hissəsi subtropikdə yerləşdiyinə görə yayda tropik cənubdan, qışda mülayim təsir göstərir şimaldan. Ona görə yay isti quru, qışı mülayim rütubətli keçir. Amma tropik təkcə yayda yox, elə qışda da daxil ola bilər. Bunu da nəzərinizə çatdırıram. Əhsən sizə. Bu özü bir bacarıqdır, səriştədir. Əhsən. 18-ci suala baxırıq. Asan sualdır. Niyə dayandınız? Əlbəttə B variantıdır. Siz bilirsiniz ki, iqlimə aid olan xüsusiyyətləri istəyir, doğrunu. Əks olunan radiasiya artdıqca günəş olan düşmə bucağı azaldıqca albedo da azalır. Əks olunan radiasiya miqdarı artdıqca günəş olan düşmə bucağı azaldıqca albedo azalır. Nətər? Əks olunan radiasiya miqdarı artdıqca albedo ilə əks olunan radiasiyada olmaz. Passatlar şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə düzdür. Soyuq ərazilərdə alçaq təzyiq, isti ərazilərdə yüksək təzyiq, dəxli yoxdur. Qütb soyuq ərazidə amma yüksək təzyiqdir. Temperaturun sutkalıq gedişi qrafikinə əsasən ərazinin iqlimi haqqında daha dəqiq fikir söyləmək olar. Xeyr, təkcə temperaturun sutkalıq gedişinə əsasən bunu demək olmaz. Külək hakim küləyin gücünü göstərir. Hakim küləyin istiqamətini göstərir. 19-cu test tapşırığına baxırıq. Diqqətli olun, buyurun. Bunu saxlayıram ki, belə videonu izləyən yoldaşlar da görsünlər. Sualı oxuyub eləyə bilsinlər. Müvafiq olaraq rütubətli tropik, mülayim dəniz və kontinental tropikə malik olan yarımadalar. Aha. Oy maşallah. Tamamilə doğrudur. Yucatan yarımadası tropikin dənizindədir. Jutlandiya yarımadası Almaniya, Danimarkanın yerləşdiyi. O, mülayimin dənizindədir. Kontinental tropikdə də Ərəbistan yarımadasıdır. Tamamilə doğrudur. Qəşəng. Növbəti sual A variantı, düzdür. Növbəti sual 20-ci sualdır, buyurun. Yirmin sualı izah eləyirəm, diqqət. İqlim diaqramının səcəvi olduğu əraziyə aid olan xüsusiyyəti istəyir bizdən. Baxırsınız ki, burada yağıntının miqdarı 350-dir, yəni azdır. Deməli, burada dəmiyə kinçiliyi inkişaf etdirilə bilər, xeyr. Deməli, bu ərazi quru ərazidirsə boz qonur, boz səmən torpaqlar, 2. Günəş radiasiyasının miqdarı çoxdur, 3. Çay şəbəkəsi nətər sıx ola bilər? Dəmiyə olsaydı çay şəbəkəsini sıx götürə bilərdik. 5. Tünd şabaldı qara torpaq ola bilməz. Bir də nədir? Yarım səhra. Deməli, 350 mm, 27 dərəcə Selsiya. Deməli, burada 2 boz qonur torpaqlar, 3 günəş radiasiyası miqdarının çox olması, 6 yarım səhra landşaftının üstün olması. Çaşdırıcı sual idi, əhsən. 21-ci test tapşırığına baxırıq. Birinci test tapşırığına baxırıq. Böyüdüm ki mən bunu.
Şərqi Avropada mülayim kontinental iqlim tipinin formalaşmasının səbəbi. Yazıblar, qəşəng. Ham yazıb, siz izah edeyim. Şərqi Avropada mülayim kontinental iqlim tipinin formalaşmasının səbəbi. Soyuq hava kütlələrinin hakim olması. 2. Okean sahillərindən uzaq olması, bu 1. Xüsusilə mülayim Atlantik okeandan. 3. Kontinentallığın artması. 4 də yağıntıların il ərzində qeyri-bərabər paylanması. Yəni burada bir balaca diqqət eləməli məqam nədir? Şərqi Avropada deyir mülayim kontinentalın formalaşmasının səbəbi. Diqqətli olun. Diqqətli olun. Niyə 4? Yağıntıların il ərzində qeyri-bərabər paylanması. Başqa məsələ, cavab C variantıdır. Çünki 2-3'ü düz götürürsünüz. Amma 4 yağıntıların il ərzində qeyri-bərabər paylanması deyəndə yəni nətər yəni. Amma 5'ə baxın, dövrü olaraq Arktik hava sizə deyir mülayim kontinental iqlim tipinin formalaşmasının səbəbi. O iqlim tipi nəyə görə formalaşır? Dövrü olaraq Arktik hava kütlələrinin təsirinə məruz qalır ki, kontinental olur da. Yağıntı ilə nə dəxli? Aydın oldu necədir vəziyyət? Necə yəni? Nə olsun mülayim kontinental hava kütləsindən söhbət gedir. Mülayim kontinentala Arktik hava kütlələri gəlib çıxa bilir də. Düzdür, əsas iqlim quşağında yerləşir. Okey. Zəng eləməyin. Qrup zəng eləyən zəhmət olmasa qrup zəngini bağla. Aydın oldu. Atım növbəti sualı mən. Əsas iqlim qurşağındadır. Əsas iqlim qurşağında yerləşməsində bir problem yoxdur. Düzdür. Amma hava kütlələri daxil ola bilir də. Ona qalsa Azərbaycan mülayim iqlim qurşağındadır. Arktik hava kütlələri daxil ola bilmir. Dəniz Arktik, kontinental Arktik. Gör hardan gəlir çıxır. Ona görə son dərəcə diqqətli olun belə sualda. Neçən sual idi bu? A niyə səhvdir? Baxaq. Dedim də, bəs müəllimə bayaqdan izah edirəm də. Deyirəm ki, yağıntıların il ərzində qeyri-bərabər düşməsi, yəni bu iqlim tipinin formalaşmasına səbəb olan amil deyil. Bu iqlim tipi formalaşdığına görə yağıntı, nəticədir yağıntıların qeyri-bərabər düşməsi. Aydın oldu. Bir var səbəb, bir var nəticə. Biz burada nə axtarırıq? Səbəb axtarırıq, nəticə yox müəllimə, ona görə. 22 idi. 23-cü suala baxırıq. Atıram. 23-cü sual qrupda, zəhmət olmasa. Arktik və tropik səhraların oxşar cəhətləri. Ay, sağ olun. Yazın yoldaşlar. Arktik və tropik hava kütlələri, səhraların oxşar cəhəti. Cavab bəli. Yüksək təzyiq enən hava, qəşəng. 24-cü test tapşırığı gəlir. Diaqrama uyğun gələn iqlim qurşağının onun xüsusiyyətini müəyyən edin. Diqqətli olun. Əlbəttə D variantıdır. Nəyə görə D variantıdır? Deyir ki, diaqrama uyğun gələn iqlim qurşağının və onun xüsusiyyətini müəyyən edin, düzdür. Baxırıq ki, bu təxminən ekvatoriala uyğun gəlir.
Deməli, bu ekvatoriyalı uyğun gəlirsə, yəni temperaturun paylanması, yağıntı miqdarının çox olması, temperatur il ərzində bərabərdir, yağıntı da il ərzində təxminən bərabərdir. Deməli, ekvatorialsa, ekvatoriala nə uyğun gəlir? Qırmızı, sarı, ferrolit, laterit torpaqlar. Daimi, alçaq təzyiq, qalxan hava, meşələrdə həmişəşir rütubətli meşələr. Tamamilə doğrudur. Getdik 25-ci test tapşırığı. Buyurun. Ya Allah, ya Allah, buyurun. Baxaq görək, böyük kütlə C yazıb. Tropik hava kütlələr üçün xarakterikdir. Şimali Afrika, Ərəbistan, okey. Günəş saatları miqdarı çoxdur, düz radiasiya, okey. Fiziki aşınma intensiv, amma qalxan hava deyil. İsti quru hava şəraiti yağıntıların illik miqdarı Küraraz Abşeronda var, düzdür. Getdik 20 növbət sual, 26-cı sualdır, səhv eləmirəmsə bu. Deyir, Cənubi Amerika və Avstraliyanın ucqar qərb nöqtələrinin iqlim və təbii zonalarına aid olmayan həmkarlar. Baxaq suala. Deməli, Cənubi Amerika və Avstraliyanın ucqar qərb nöqtələrinin iqlim və təbii zonalarına aid olmayan xüsusiyyət. Nəzərinizə çatdırıram ki, istər Cənubi Amerikada, istər Avstraliyanın ucqar qərb nöqtələri harda yerləşir? Harda yerləşir? Tropikin səhra tipində. Deməli, isti okean cərəyanlarının təsirinə məruz qalır, xeyr, soyuq okean cərəyanlarının təsirinə məruz qalır. Biri götürürük. İkini götürmürük. Aid olmayan soruşduğuna görə biri götürürük. 2 soyuq cərəyanlar yağıntının düşməyə bu aiddir, götürmürük. 3 humid iqlim yox, arid iqlim götürürük. Dəyişən rütubətli meşələr yox, tropik, enən 1 3 4. Yəni aid olmayanlar isti okean cərəyanlarının təsirinə məruz qalır. Aid olmayan humid landşaft xeyr, aid olmayan dəyişən rütubətli meşələr təbii zonası xeyr. Qəşəng D variantı. Çaşdırıcı qəşəng sualı idi özdə bu. Getdik 27-ci test tapşırığına baxırıq. Ekranı böyüdürəm ki, yoldaşlar görsün. Sualı təkrar atım. Ataq da müəllimə. Ataq da ümumi təkrar qrupu. Buyurun müəllimə, buyurun. Baxırıq. Deyir, Avstraliya materikində subtropik iqlim quşağının tiplərini şərqdən qərbə doğru düzün. Deməli, qərbdən şərqə doğru Aralıq dənizi kontinental bərabər yağıntılıdırsa, şərqdən qərbə doğru da bərabər yağıntılı kontinental Aralıq dənizi olacaq. 3-2-1 E variantı. 3-2-1 E variantı. Keçdik 28-ci test tapşırığına baxırıq.
Aha, böyük kütlə. Oy maşallah. Deməli, kəskin kontinental iqlim tipinin səciyyəvi xüsusiyyətləri. 1. Yayı isti. Kəskin kontinental yay isti olur, qışı sərt soyuq olur. İfrat rütubətlənmə yox. İllik amplituda yüksəkdir. Bu mülayim kəskin kontinentalından söhbət gedir. Yumuşaq qış ola bilməz, yağıntıların az olması. 1, 3, 5. Tamamilə doğrudur. E variantı yazanların hamısı da düz yazıb. 29-cu test tapşırığı. Baxıram. Deməli, subekvatorial iqlim quşağında yerləşən yarımadalara yazıbsınız. Somali şimalın subekvatorialı, Hindistan şimalın subekvatorialı, Cape York cənubun subekvatorialı, Arnhem Land. Bu da cənubun subekvatorialı. Burada 2 ilə 6-nı ixtisara salıbsınız. Yucatan tropikin dənizi, Ərəbistan tropikin kontinentalı doğru variantdır. Və nəhayət 30-cu test tapşırığına baxırıq. Şimali Amerikada subtropik iqlim quşağının tiplərini qərbdən şərqə doğru düzün. Qəşəng sual. A variantı böyük kütlə təşkil eləyir. Baxırıq. Şimali Amerikada subtropik iqlim quşağının tiplərinin qərbdən şərqə doğru. Qərbdə Kaliforniyadan yuxarıda aralıq dəniz iqlim tipi, sonra kontinental, sonra musson. Subtropikdə olduğuna görə subtropik Florida yarımadasının şimalındadır. 30 sualımız var idi. Hamısını düzgün, bəzi yerlərdə xırda nöqsanlar olsa da düzgün qəbul eləmək olar. İndi vaxtımıza bir 5 dəqiqə, 6 dəqiqə var. Bəzi ərazilərin hansı iqlim qurşağında yerləşməsini soruşacağam. Siz isə cavab verəcəksiniz. 22-ci sual. Anlamadım. Hə, buyur. Mən nətər gəldim 30-a çatdım. Səhifədən yuxarı gedib, üzrü sayın. İndi mən neçən sual atmalıydım? Ay, vay. Bir dəqiqə. Bildim. Yazmayın, bir dəqiqə. Bir dəqiqə. Bir saniyə. Hə. 22-ci sual atılmalıdır, eləmi? Getdi onda. 22-ci sual. Buyurun. Bir dənə 22 qalır da, səhv eləmirəmsə. Hə, üzrü sayın, düzdür. Ay maşallah, nə qədər diqqətsizsiniz. Tamamilə doğrudur.
22-ci sualda deyir, orta illik yağıntının miqdarının azalma ardıcıllığı. Siz bilirsiniz ki, Kalimantan adası ekvatorial iqlim uşağında yerləşir. Şri-Lanka adası subekvatorialda yerləşir, Cənubi ekvatorialda yerləşir. Siciliya adası subtropik aralıq dəniz iqlim tipində yerləşir. Novosibir adaları da Arktikdə yerləşir. Ona görə də azalma ardıcıllığı C variantıdır. Yoldaşlar, yetərlidir, kifayət eləyər. Təşəkkür edirəm hər birinizə. İnşallah ki, 4-cü gün Allahın köməyi ilə 19:00-da yenə dərsimiz olacaq.